Ona görə sələflərdən birisi deyir ki, və bununla da tamamlayacağım, çox yormayayım sizi, çünki mövzu genişdir, uzun mövzudur. Deyir ki, mən zəəmə ənəllaha əzzə və cəllə la yətəkəlləm fə innəhu ya'budul əsnəm. Kim iddia etsə ki, desə ki, Allah danışmır, o adam bütlərə ibadət edən kəsdir. Bütə ibadət edənlə onun arasında fərqi yoxdur. Hələ bundan qabaq bir şey deyim. Yəni, təsəvvür et, bir Rəbbə iman edirsən və etiqad edirsən ki, o danışmır. O danışmaqdan acizdir. Onların bunu deməsinə səbəb nə olub? Onlar deyiblər ki, biz desək ki, Allah danışır, xaliqi məxluqa bənzətmiş olacaq. Çünki danışmaq elə bir şeydir ki, səs telləri, hərif, filan, peşməkan. Subhanallah. Sən artıq belə deməyinlə, belə etiqad etməyinlə xaliqi məxluqa bənzətdin. Ona görə Şeyxülislam deyir ki, elə bir sifət inkarçısı, bidətçi yoxdur ki, Allahın bir sifətini inkar etməmişdən qabaq zehnində xaliqi məxluqa bənzətməsin. Birinci zehnində bənzədir. Deyir ki, desəm ki, Allahın əli məxluqun əli kimi bənzədir, sonra deyir, yox, demirəm, Allahın əli var. Özü zehnində bənzədir, sonra inkar edir. Ona görə bənzətməmiş inkar edə bilmir. Ona görə Allahın ad və sifətlərini inkar edənlərin özləri əslində zehinlərində nədirlər? Müşəbbihə. Xaliqi məxluqa bənzədənlər. Yəni, biz təsəvvür edin, ayələr var Quranda. Allah subhanahu wa ta'ala qiyamət günü əzaların danışığından bəhs edir. İnsanın dərisi danışacaq. İnsanın öz əleyhinə şəhadət verəcək. Sən hansı səs telindən, boğaz, hərflər, hərflərin məxrəcləri, dəridən söhbət gedir. Qiyamət günü insanın dərisi insanla danışacaq ya danışmayacaq. İnsan özü təəccüblənəcək. Və deyəcək ki, hər şeyi danışdıran bizi danışdırdı. Bəs bu necə olacaq? Əgər bu məxluqda mümkündürsə və keyfiyyətini bilmədiyimiz halda buna etiqad edirik, bunu isbat edirik, bəs xaliq necə?